Hər birinizi xoş gördük. Yenə də mən Oqtay. Beynəlxalq astronomiya və astrofizika suallarının izahına davam edirəm. Bu gün 2025-ci ilin ikinci sualına baxacağıq. Sualımız belədir. Makar Sankranti festivalı Hindistanda Günəşin yerdə müşahidə etdikdə Oğlaq bürcünün zodiak qurşağı üzərindən keçən hissəsinə daxil olduğu zaman qeyd olunur. Bu festival hazırda hər il yanvarın 14-də qeyd olunur. Çox uzun illər bundan əvvəl bayram həmçinin şimal yarımkürəsində qış günəş duruşu ilə də üst-üstə düşürdü, hansı ki 21 dekabrda baş verir. Yuxarıda verilmiş məlumata əsasən bu festivalın sonuncu dəfə şimal yarımkürəsində qış günəş duruşu ilə üst-üstə düşdüyü ili tapın. Bu barədə biraz məlumat verim. Siz birinci düşünməlisiniz ki, bu tarix niyə dəyişsin, niyə dəyişə bilər? Birinci səbəbi ola bilər ki, biz 365 günlük təqvimdən istifadə edirik, amma əlbəttə ki, tam 365 günə bərabər deyil Günəşin bizim Günəş ətrafında fırlanma müddətimiz, yəni periodumuz. Burada verildiyi kimi tropical year 365.24-22 Günəş günü, hansı ki biz Günəş günündən istifadə edirik təqvimdə. Sidereal, yəni ulduz ili isə 365.25-64 Günəş günə bərabərdir və hər ikisi 365 gündən çoxdur. Və burada fikir versəz, rate of precession of vernal equinox, yəni yaz bərabərliyi nöqtəsinin presesiya sürəti 71.6 ildə 1 dərəcəyə bərabərdir. Yəni, əslində buradan düşünmək olar ki, niyə bizdə bu qədər fərq yaransın? Əgər bu sadəcə burada olan əlavə günlərin hesabına yaransaydı, yəni 365 gün, 6 saat 9 dəqiqə 13, bu 6 saat 9 dəqiqə 13 saniyənin hesabına yaransaydı, bu presesiya müddəti bizə verilməzdi. Ona görə də biz əsasən presesiyadan istifadə edəcəyik. Yəni presesiyanı nəzərə almamaq olmaz bu məsələdə. Presesiya nədir? Əvvəlcə onu izah edeyim. Presesiyanı biz bu şəkildə göstərə bilərik. Bu göy sferidir. Göy sferi mərkəzi müşahidəçinin gözündə olan hər hansı bir sferaya deyilir. Bu yer kürəsi kimi düşünə bilərsə onun mərkəzində o qədər kiçikdir, çünki bu kürə çox böyükdür radiusu və biz bütün göy cisimlərini bunun üzərində göstərə bilərik və koordinat sistemimiz ekvatorial və ekliptik koordinat sistemlərini bunun üzərində göstərə bilərik. Burada bir başlanğıc nöqtəsi seçməliyik, hansı ki göy ekvatorunun üzərindədir. Bu yaz bərabərliyi nöqtəsi qamma müəyyən olunub. Və hər hansı bir göy cisminin koordinatlarını bilmək istəyirsə, məsələn, göy cismi buradadırsa, saat əqrəbinin əksi istiqamətində və həmin nöqtədən də yuxarıya perpendikulyar qaldırsaq, bu da onun bu koordinat alfa, bu koordinat isə delta. Alfa right ascension Azərbaycan dilində düz doğuş adlanır. Delta isə declination, yəni meyl adlanır. Bu, ekvatorial sisteminin əsas koordinatlarıdır. Və bir də ekliptika var, hansı ki ekvatordan aşağı tərəfdədir. Amma eyni nöqtələrdə, iki eyni nöqtədə kəsişirlər. Bir qammada, bir də bu nöqtədə. Omega nöqtəsində. Omega nöqtəsi isə payız bərabərliyi nöqtəsidir. Və ekliptikanın əsas götürüldüyü koordinat sistemi də ekliptik koordinat sistemi adlanır. Onun da koordinatları lambda və betadır. Lambda ekliptik uzunluq, betada ekliptik enlik.
adlanır. Bizim qamma presesiya edir hər bir 71.6 ildə 1 dərəcə olaraq və bu hərəkət ekliptika üzərində göstərilir. Hansı ki, ekliptika üzərində arxaya doğru gedir. Yəni, hardasa məsələn bura gələndə, qamma ştrik nöqtəsinə gələndə hər bir nöqtənin ona uyğun alfası da dəyişir, deltası da dəyişir və lambdası da dəyişir, amma beta dəyişmir. Niyə? Çünki beta bu hərəkətə perpendikulyardır. Və buradan göründüyü kimi hər bir cismin alfası da artacaq, deltası da artacaq presesiya olduğu müddət ərzində. Buna görə də necə düşünə bilərik? Günəş ekliptika üzərində hərəkət edir. Milli hərəkəti ekliptika üzərindədir və bu hərəkət presesiyadan təsirlənəcəkdir. Yəni, əgər Oğlaq bürcü bu ekliptika kimi düşünsək, Oğlaq bürcü burada idisə, Oğlaq bürcü əlbəttə ki, yerində qalır. Sadəcə bizim qamma dəyişir. Günəş fırlanacaq və əvvəl məsələn bura gəlmək üçün bu qədər yol gəlirdisə, indi əlavə olaraq bu hissəni gəlməli olacaq. Növbəti 71.6-dan sonra bu qədər gəlməli olacaq və belə də davam edir. Yəni, Günəş həmin Oğlaq bürcünə gəlib çatmağı üçün daha çox bucaq sızmalı olacaq və bizə lazımdır həmin bucağı ifadə edək. Biz bilirik ki, yanvarda idi, düzdür? Bu bayram yanvarda qeyd olunur. Yanvarın 14-də qeyd olunur indi. Amma əvvəllər 21 dekabrda baş verib. İndi biz baxmalıyıq ki, bu tarix geriyə mi gedib, yoxsa irəliyə mi gəlib? Bunu necə bilə bilərik? Günəş daha çox yol qət eləyəcək deyə tarix biraz daha qabağa gedəcək hər il. Məsələn, yanvarın 14-ü isə həmin vaxtı, daha sonra olacaq yanvarın 15-i, çünki Günəş biraz gecikəcək hər il. Və bizə lazımdır yanvarın 14-dən 21 dekabr arasında olan vaxtı tapmaq. Günlərin sayını tapmaq. Sadə hesablamayla görə bilərik. 21 dekabrdan 31 dekabra qədər 10 gün var və üzərində 14 gün gəlsə 24 gün edir. Və bizə lazımdır ki, hesablayaq. Günəş 24 gün ərzində, 24 günəş günü ərzində nə qədər bucaq çizir? Məsələn, teta deyək bu bucağa. Günəşin cızdığı bucağı müəyyən etmək üçün günəşin illik hərəkətinin sürətini tapmaq lazımdır. Biz bilirik ki, bizim götürdüyümüz orta günəşə görə bu ideal günəşdir və ekliptika üzərində bərabər sürətlə hərəkət edir. Onun üçün də biz götürürük ki, 360 dərəcəni bir ulduz ilinə tamamlayır. Ulduz ilinin qiymətini buradan götürə bilərik. 365, 25, 64. Bizə lazımdır ki, bunun sürətini tapaq. Yəni, bir günə nə qədər bucaq çizəcək? Buradan x bərabərdir 360 dərəcə bölünsün. 365.25 64 gün bərabər. Bu rəqəmin
hamısını, bu rəqəmlərin hamısını yazmağa ehtiyac yoxdur. 4 rəqəmini götürsək bəs eləyəcək. 0.9856 dərəcə bir günəş günü. Və bizə lazımdır 24 günəş gününə nə qədər bucaq qət eləyəcək onu tapaq. Teta bərabərdir 23.65 götürə bilərik. Bəlkə də hamısını götürmək lazımdır. Baxaq. Üçüncü rəqəmi də nəzərə alaq. 23.655 dərəcə. Deməli, günəş bu qədər əlavə günü tamamlamaq üçün 23.655 dərəcə əlavə bucaq cızmalıdır. Və biz də sadəcə baxacağıq ki, biz 365 gün 6 saat və əlavə saat, dəqiqə, saniyələri nəzərə almayacağıq. Niyə? Çünki onların təsiri kiçik olacaq. Əsasən presesiyaya baxmaq lazımdır. Presesiyada 1 dərəcə 71.6 bir üçün bizə lazımdır 23.655 dərəcəni bəs neçə ilə qət edər? X bərabərdir 71.6 vur 23.655. Bu il 1694 il təxminən. Deməli, 1694 il əvvəl olub. Yəni, indi 2025-ci il çıxılsın 1694 götürsək. ...331-ci ildə baş verib. Bu birinci variantın həlli. İkinci variantda deyilir ki, əgər Günəş 14 yanvar 2006-cı ildə Mumbayda yerli vaxtla saat 11:50-13-də Oğlaq bürcünə daxil olmuşdursa, onun 2013-cü ildə Oğlaq bürcünə daxil olma tarixini DNTR və yerli vaxtını TNTR hesablayın. Burada gördüyünüz kimi 7 il fərq var. Və biz də bilirik ki, presesiya çox uzun müddətlər ərzində biz istifadə edirdik. Ona görə 7 il ərzində presesiya nəzərə alınmayacaq. Nəzərə alınmayacaq qədər kiçik olacaq. Onun üçün biz sadəcə, bayaq dediyim kimi, 365 gün, 6 saat, 9 dəqiqə, 13 saniyə. Bunu istifadə edəcəyik. Çünki Günəş hər dəfə daha qabağa gedəcək. Buna görə də saniyələrdə, dəqiqələrdə fərq yaranacaq. Bunu cədvəl kimi göstərə bilərik. 2006-2007. 2006-dan 2013-cü ilə qədər. Bir ulduz ilimiz 365 gün,
6 saat. Unuttum. Dokuz dəqiqə 13 saniyə. Deməli biz 365 günlük təqvimdən istifadə edirik 2006. Bir də nəyi nəzərə almaq lazımdır? Qısa illər, daha doğrusu uzun illər nəzərə almaq lazımdır. Məsələn, 2008-ci il uzun il. Niyə? Çünki 4-ə bölünür və sonraki sıfırla bitmir. Eləcə də 2012-ci il uzun ildir. Yəni biz həmin tarixdə 366 gündən istifadə edirik, 365 deyil. Buna görə də onu nəzərə alacağıq. 2006-cı ildə bu olubsa, 2007-ci ildə 365 günlük təqvimdən istifadə etmişik deyə 6 saat 9 dəqiqə 13 saniyə dairə əldə olacaq. Yəni 11 17 59 26 2008-ci ildə bu hadisə nə vaxt baş vermişdi? Yanvar ayında məncə. Düzdür? Yanvarda. Ona görə hələ fevralın 29-una çatmayıb. Ona görə 2009-cu ildə biz həmin 366 günlük fərqi nəzərə alacağıq. Yanvardadsa hələ ki 29 fevrala çatmır həmin tarix. Yenə də 6 saat 9 dəqiqə 13 saniyə əlavə edirik. Sıfır 0839. Artıq 2009-cu ildə biz artmayacaq vaxtımız. Daha da geri gələcək. Yəni 366-dan çıxmamız lazımdır. 59-dan 9 50 23-dən 6 geri getməyimiz lazımdır. Bu da edər. 52. Bundan sonra yenə 6 saat 9 dəqiqə 13 saniyə əlavə edəcəyik. İki 26 27 12 27 05 yenə növbəti ildə olacaq 18 36 18 növbəti ildə yenə də 6 saat əlavə edəcəyik 00 45 31 bu ildə isə artıq çıxılır. 17 saat 50 dəqiqə 47 saniyə. Bu da edir. Sıfır 6 54 44. Bir də ayın neçəsinə düşür, ona baxmaq lazımdır.
Bir də ay neçəsinə düşür, ona baxmaq lazımdır. Deməli 14 yanvarda baş veribsə, 14, növbətçisi yenə 14, daha sonra 15-i, sonra yenə 14-ü, 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 15-i. 2013-cü ildə yanvar ayının 14-də saat 06:54-44-də Oğlaq bölgüsünə giriş eləyəcək günəş. Bu ikinci sualımızın həlli. Üçüncü sualımız isə son sualdır və Makar Sankranti festivalı Oğlaq bölgüsünün zodiak bölgəsində ilk gün batımı günündə qeyd olunur. Yanvar ayında Mumbai üçün yerli gün batımı vaxtının 18:30 olduğunu qəbul edə bilərsiniz. 2006 və 2013 illər arasında hər bir festivalın qeyd olunma tarixini göstərin. Bu isə nisbətən asan sualdır. 18:30. 18:30-da qeyd etməlidir əhali bayramı və biz sadəcə baxacağıq ki, bu günlər həmin bayram qeyd etməyə uyğundur yoxsa yox. Məsələn, 11:50-13-də hadisə baş veribsə, həmin gün 18:30-da qeyd edə bilərlər, 14-də uyğundur. 17:59-da baş veribsə, 18:30-da qeyd edə bilər, uyğundur. 0:08-də baş veribsə, həmin gün qeyd edə bilər, uyğundur. 14, 06:17-də giribsə, uyğundur. 12:27-də giribsə, uyğundur. 18:36-da hadisə baş veribsə, uyğun deyil. Çünki 18:30-da qeyd eləyəsi olsalar, bu hadisə ilə baş verməmiş olacaq və o bayramı hadisə baş verməmiş qeyd edə bilməzlər deyə növbəti gün qeyd eləməlidirlər. Yəni ayın 15-i qeyd eləyəcəklər. 15 uyğundur 2012-ci ilə və 2013-cü ildə də ayın 14-ü uyğundur. Bu qədər. Bu sualımızın həlli idi. Gördüyünüz kimi 10 ballıq ikinci sualımızı da həll etdik. Növbəti videolarda görüşənədək. Sağ olun.